görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük. Hər birinizin, hər bir vaxtınız xeyir olsun. Sizləri Ağcabədli rayonunun Boyat kəndindən salamlayıram. Allah Sabir əmiyə rəhmət eləsin. Sabir əmimizin ocağından, xeyirxah bir ocaqdan sizləri salamlayıram. Və hər bir kəsdən xahiş edirəm, bu videomuza baxan bütün Azərbaycanlılarımızdan xahiş edirəm ki, gördüyünüz kimi bax bu ev yaxşı qardaşların sayəsində tikilib. Allah yaxşı olanlara dəyməsin. Evimizin üstü vurulur. Xahiş edirəm, videomuza baxıb yan keçməyin. Yəni biz xeyirxahlığa dünən sırağayın başlamışıq. Amma rəhmətli Sabir əmi 20 il öncə başlayıb. Çünki o Sabir əmimiz evinin əşyalarını və maşınını satıb şəhidlərimizin adına abidə ucaldıbdı öz şəxsi pulu ilə. Bugünkü gündə onun ailəsi çox asınacaqlı bir şəraitdə yaşayır. Mən xahiş edirəm, videomuza baxan Azərbaycanımızın Koroğlu qeyrətli oğulları, Həcər qeyrətli xanımları xahiş edirəm, nə olar, hərəniz 1 manat, 1000 rubl, 500 rubl, heç kim valla onu göndərməklə kasıb düşəsi deyil. Fani dünyada yaşayırıq, heç kim də bu dünyanın tutuq gedəsi deyil. Xahiş edirəm ki, hər kəsdən kömək eləyəyim və buradan əsusda səslənirəm Ağcabədlilərə. Yəni Ağcabədlilər mən bilirəm ki, çox ürəyi geniş insanlardır və xeyirxah insanları çoxdur. Xeyirxah qardaşlarımız çoxdur Ağcabədli. Xahiş edirəm Ağcabədlilər kömək eləyəyin və buradan bütün Boyatda qardaşlarımıza səslənirəm. Boyat kəndinin cahillərinə səslənirəm ki, Boyat kəndində bir qəhrəman qardaşımızın ailəsi üçün ev tikilir. Gücünüz nəyə çatırırsa kömək eləyən. Xahiş edirəm. Videomuz davam eləyir. Xahiş edirəm videonu izləyin. Gözəl izləyicilərimiz, bax ustalarımız gəlib evimizin üstünü vururlar. İndi material alınmalıdır ki, evin üstü yekunlaşsın ki, inşallah o bir işlərə keçə bilək. Xahiş edirəm bu videomuza baxan qardaşlarımızdan, bacılarımızdan nə olar, kömək eləyəyin. Allah kömək eləyən qardaşların canını sağ eləsin. Və bu günlərim Ucardan Tahir əmmə öz minnətdarlığımı bildirirəm. Ucardan Tahir əmmimiz 500 rubl göndərib. Təşəkkür edirəm. Allah cibini dolu eləsin. Salam aleyküm. İşiniz irəli, yorulmayasınız ay gözəl ustalar. Allah işiniz avam eləsin. Allah bütün yardım edənlərə Allah yardım olsun. Amin. Allah yaxşı olanlara dəyməsin. Bax evimizin gözəl izləyicilərimiz üstünün qarğısıdır, palçıq verilməsidir, fəhləsidir, texnikasıdır. Onun hamısının pulunu Eliş qardaşımız veribdir. Allah canını sağ eləsin, Allah ruzusunu bol eləsin. Yəni bu evin tikilməyində Boyat kəndinin gözəl qardaşlarımız kömək eləyibdilər. Allah canlarını sağ eləsin. Allah ruzilərin bol eləsin. Və bu evin burada tikilməsində kim ki 1 manat da olsa köməkli eləyib, Allah hamısının balasını saxlasın. Hamısının ölənlərini Allah rəhmət eləsin. Mən indi xahiş edirəm, bax bu videomuza baxanlar da kömək eləyəyin. Evimizin üstünün materialı alınmalıdır. Kimin gücünə çatır, işini gör qaqa. Kimin gücünə çatırır, kömək eləsin. Xahiş edirəm hər kəsdən. Ustalarımızın da əli qolu var olsun. Gəlib səhər tezdəndən başlayıbdılar. Allah işlərini avam eləsin. Yeriyə bilmirəm. Siz bunun üstündən əsər yeriysinizsə, mən qorxuram. Qorxuram ki, bir dəqiqə düşəcəm yerə. Usta neçəyədir bura? 10 metrenin, 10 yarımın, 11 yarımı. Qabağın kefka götürdünüz də, ona görə elə gəldi. Balaca olardı. Əliniz qolunuz var olsun.
Allah yaxşı olanlara dəyməsin. Allah qürbətdə yaşayan Azərbaycanlılarımızı qorusun. Onlar qoymazlar ki, Sabir elə oğul olub ki, Sabir əmimizin ailəsi üçün tikilən ev yarım çıxala. çox böyükdür. Çox böyük ürəyə sahib olubdur. Bilirəm. Qəni rəhmət eləsin. Amin. Kasıblığı ilə o öz sürdüyü maşını satıb, o xeyirxahlığı Şəhidlərinin abidəsini yaradıbdır. O xeyirxahlığı biz dünən sırağayın başlamışıq, amma Sabir əmmimiz 90-cı illərdən başlayır. 90-cı illərdən başlayıbdır. Yəni ona görə də mən xahiş edirəm, kömək eləyəyin də Allaha xatir, Allah rızası üçün. Sabir əmmimizin körpə nəvələri var, ailəsi var. Kömək eləyəyin, ev başa çatsın, yarımçıq qalmasın. Görən Allah buradan nətər çıxıyorum mən. Çıxmağa bir təhər çıxmışam üstə. Görən buradan mən nətər düşəcəm. Usta məni bu sırdardıb çıxardıb yuxarı. İnşallah düşərsən. Usta bunun materialın zaten, şiferin zaten hamısını hesaplayarsan. Şimdi bu olan materiallar var. Onları hesaplayıp burayı Hə, ne de kalırsa imkanlaştır diye kötü gelecek. hə, inşallah. Gözəl izləyicilərimiz, yəni evin üstünə gedən materialı, yəni yağış yağır, görürsünüz evin üstünə palçıq verilib. Yəni bu palçıq da ağırlıq salıb tiri əyə bilər. Ona görə də bu havadan, bu gözəl havadan istifadə eləmək lazımdır. Ustamız da belə bir məsləhət görür ki, yəni nisiyə də olsa gedək alaq gətirək vuraq ki, gələn pullarımızı da yığaq, borcumuzu bağlayaq. Mən xahiş edirəm. İndi Allaha qurban olun bir şirürəkli bir oğul çıxa deyə qardaş, o evin üstünün materialı nə qədər edir mən alacağım. İnşallah çıkar. Elə oğulların qadasını alaram, o qədər var. Bax evinizin material nə var işlədir ustamız, görürsünüz də. Material nəyimiz var işlədəcəyik Allahın köməkliyi ilə. Çatırmayanında gedib almaq lazımdır. Görürsünüz də material burada. Müəyyən materiallarımız ki var. Onları işlədəcəyik. Qorxumdan tərpənmirəm, edirəm, düşərəm yeri. Anarı da bəsdir. Eləmi? Ha, çok etibar iş. Ayağımı qoyanda sirkələnir, qorxuram. Etibar iş görülür. Rahat olun. Oğlumdur. Yo, mama oldu. Hə, laf yaxşı. Allah canı sağ eləsin. Değerli izləyicilərimiz, bax görürsünüz, ustalarımız işləyir, mən də bismillah deyə hərrəmdən. Buradan elə fürsətdən istifadə eləyib, bizim bir gözəl qardaşımız var, Nijni Vartovskidə. Bax, bu kəndin oğludur, xeyirxah qardaşımız, Natiq qardaşımızı salamlayıram. Və Natiq qardaşımıza da buradan səslənirəm ki, Boyat kəndində bir qəhrəman, yiğit qəhrəman qardaşımızın ailəsi üçün ev tikilir. Nə qədər ki, ətrafımda o yaxşı oğlanlar var, yaxşı dostlarım var. Hamınız birlikdə gözləyirəm ki, bu evə
siz tərəfdən də kömək gəlsin. Allah Natiq qardaşımızın canı sağ eləsin. Biz nə qədər ki evlər deymişik, Natiq qardaşımız o evlərdə kömək eləyib. Buradan Cəranboy rayonunun Tapqaraqoyunlu kəndindən mənim gözəl xeyriyyətçi qardaşım Ruslan qardaşımı salamlayıram. Və Ruslan qardaşımız, yəni bildiyiniz kimi gözəl izləyicilərimiz, biz nə qədər şəhid adına, qazi adına, kasıb ailələrə belə ev deymişik, o qardaşımız o evə küllü miqdarda kömək eləyir. Vallahi bir dəfə hətta bir qaziyə maşın aldı, pulumuz çatmırdı. Ruslan qardaşımız sekund elimden göndərdi ki, mən ölməmişim, qaziyə bir yaxşı maşın al. Buradan Ruslan qardaşımı da salamlayıram, Allah canı sağ eləsin. Ruslan qardaşımın ətrafında olan dostlarını da salamlayıram. Xeyirxah qardaşların hamısını salamlayıram Ruslan qardaşımızın simasında. Sizlərdən də bax bir evə kömək gözləyirəm. Bizim bir gözəl xeyriyyətçi qardaşımız da var, ondan da kömək gözləyirəm bu evə. Yəni biz nə qədər evlər tikilik, o evlərin qapısını alır. Ayaz qardaşım, Zakata alalı, mənim gözəl dostum. Gözləyirəm sizlərdən kömək. Turgut şəhərindən, mənim gözəl dostum, sənin adını çəkməyə bilmərəm. Çünki sən kasıbların vuran ürəyisən. Ramik qardaşımı buradan salamlayıram. Ramik qardaşımızdan dəstək gözləyirəm ki, bax bu evə inşallah kömək eləsinlər. Kanalımızın gözəl ağsaqqalları, Allah sizlərə ömür versin. Abi Zümrxanlı, Allah sənin qapını açsın. Mənim gözəl əmim, vuran ürəyim. Nijni Vartovski'də, Polad əmi buradan qucaq dolusu Ağcabərdi salamı göndərirəm. Allah sağ dəyməsin Polad əmi, Allah nəvələrini saxlasın. Gözəl ağsaqqalımız, kanalımızın vuran ürəyi. Hardasan ay Nazim baba? Səsin gəlsin ay Nazim baba. Cəllabada buradan qucaq dolusu salamlarımız var. Cəllabadın vuran ürəyi. Buradan Maqa qardaşımızdan da kömək gözləyirik bu evə. Yəni, bilirsiniz də Maqa qardaşımız harada evlər tikilib, o kişinin orada maddi köməyi çox olubdur. Bu evə də gözləyirəm ki, inşallah Maqa qardaşımız da öz köməyini eləsin. Aldığım məlumatlara görə köməyini eləyibdi, Allah balasını saxlasın. Təzəlikdə də oğlunun toyudur, təbrik edirəm efir vasitəsilə. Allah xoşbaxt eləsin, Allahdan arzu edirəm. Sən də qoşulasan babalar sırasına, Maqa baba. Mənim Nijni Vartovski'də ürəyi elektron saat kimi toppulduyan əmim var. Nəvəmmi salamlayıram buradan. Özdə bilirsən nəvəmi nətər salam. Framay Ağcabərdi salam. Səndən də bax bu evə kömək gözləyirəm. Ay nəvəm, Allah bir oğlunu min tutaq eləsin. Amin. Amin inşallah. Həməşə nəvəmimiz biz harada evlər tiymişik, orada yardım olub onu. Bizim Vartovski'de yaşayan Azərbaycanlıların hamısına salamlar. Sağ ol, sağ ol. Rövşən qardaşımızın gözünün əməliyyatına 1300 manat göndərən qardaşım. Sənin adın bizim ürəyimizdədir. Allah sağ dəyməsin. İnşallah yəqin ki bu qəhrəman evi tikilir də, xeyirxah evi tikilir. Bu evə də sənin köməyin olar. Çünki sən həm Umud qardaşımızın evinə qəşəng kömək elədin, həm də Rövşən qardaşımızın əməliyyatını sən qarşıladın. Allah sənin qazancına bərəkət versin. İnşallah gözləyirəm ki, bax bu evə də kömək eləyəsiniz. Xahiş edirəm, nə olar. Cəranboyda Umud qardaşımızın evinə 150 dolları göndərən qardaşım. Allah sağ dəyməsin. Allah canını sağ eləsin. Səndən də bax bu evə kömək gözləyirəm inşallah. Yəqin ki videomuz qarşına çıxar. Bu evə də kömək eləyərsən. Yəni biz indi başlamışıq xeyirxahlığa, amma Sabir əmmimiz 20 il bundan qabaq eləyib o xeyirxahlığa. Kanalımızda o qədər gözəl insanlar var, o qədər gözəl xeyirxah insanlar var. Bir buradan adlarını çəkə bilmirəm. Elə bir opşi deyirəm ki, opşi deyirəm. Sizi verən Allaha qurban olum. Kömək eləyin. Sardağımız qurulur. İnşallah sabah gəlib çəkişdə boyu yiyəcək, inşallah evin üstü vurulur. İmin noy, bax
İminnoy bu kadrı xahiş edirəm hər kəsdən. Xahiş edirəm. Kimin telefonunda, WhatsApp'ında Ağcabərdili varsa, atın Ağcabərdili qardaşlarımıza. Ağcabərdili Samir qardaşımız da var, həmişə dəstək olubdur. Kömək gözləyirəm. Yəni kimin telefonunda xahiş edirəm Ağcabərdili varsa, telefonu atın Ağcabərdililərə. Ağcabərdililər promo ürəkdilər birbaşa. Ya maşallah olsun, sardağımız baş düşdü hazırdır. Qal da böyrün atmalarını atacaq. Ondan sonra şifer lazımdır ki burası. Kömək eləyin qardaşlar, bacılar, kömək eləyin, olar. Evdə 2 dənə körpə bala var. Mən düşürəm yerə. İnşallah çəkilişimiz davam eləyir. Gözəl izləyicilərimiz, bax belə burada yaşayır. 2 dənə də körpə bala var. Allah saxlasın balalar. Adı nədir? Nərgiz. Nəzrin. Sənin adın nədir? Ruzi. Allah sizə kömək eləyən əmilərin, dayıların, bibilərin canını sağ eləsin. Əmlər nə olar köməklim bizim evimiz tikilsin. Əmlər nə olar bizə köməklim evimiz tikilsin. Tikilər inşallah qadanız alaram. Tikilər. Əmilər sizə kömək eləyəcək. Sizin də eviniz qəşəng tikiləcək. Gedib o evdə oynayasınız. MTV gedəsiniz. MTV getsə, neçə alırsan? 5. Malades. Dəyərli izləyicilərimiz, indi isə gedirik materialımızı almağa. Elə buradan fürsətdən istifadə edib Ordubadlı dadaşlara qucaq dolusu salamımız var. Ağcabərdi salamı. Və buradan Ordubad rayonunun Dəstə kəndinə Asobnu salamım var. Orada bizim gözəl Həci qardaşımız, Elsəvər qardaşımızı salamlayıram. Allah canı sağ eləsin. Mənim xeyriyyətçi qardaşım. Və Ordubadlı dadaş qardaşım. Sizlərdən bax bu evə kömək gözləyirəm. Gözəl izləyicilərimiz, hamınız bilirsiniz ki, bizim kanalımızda hər zaman adı çəkilən Ağsulu Ramin qardaşımıza uzaq doğrusu salamlarımız var. Mənim xeyriyyətçi qardaşım. Ətrafındakı gözəl qardaşlarla birlikdə sizləri gözləyirəm və Ağcabərdili və Sahatlılı hər iki beyrək qardaşımıza uzaq doğrusu salamlarımız var. Sizlərdən kömək gözləyirəm bu evə. Dəyərli izləyicilərim, mən sizin hər birinizə güvənib gəldim, materialı götürdüm. 2580 manat pul tutdu evimizin opşi üstünün materialı. İndi onlar orada bir dənə şurup çatmaz ya bir artıq qalar, yəni onları demirəm. Nağdı, yəni evin üstünə nə material gedirsə, bax gəldik buradan götürdük. Hamısını da aşağı qiymətdən hesabladılar. Allah canlarını sağ eləsin. Biz yedirik, materialımız da gələcəkdi, ustamız da işləyəcəkdi. 2580 manat borcumuz oldu. Allah gözəl qardaşlarımıza, bacılarımıza dəyməsin. Mən əminəm ki, gözəl qardaşlarımız, bacılarımız kömək eləyər, o 2 dənə körpə balanın evi yarımçı qalmaz. Şəhidlərimizə rəhmət eləsin. Hacı Rauf qardaşımız Gəncədəndir, şəhid olub. Allah məkanını cənnət eləsin. Onun qardaşı bizim gözəl xeyriyyətçi Kərbəlayı qardaşım, Ramin qardaşım. Allah sağ dəyməsin, sən xeyriyyətçi qardaşsan. Allah şəhid qardaşımıza da rəhmət eləsin. Dəyərli izləyicilərimiz, bugün getdik materialımızın da pulunu verdik, gəldik, ustalarımız abed eləyir. Abeddən sonra inşallah materialımız da gələcək. Ustalarımız başlayıb işini görəcəkdir. Gördünüz, hamı gördü ki, yəni materialı biz nisəyə götürdük. Mən xahiş edirəm Azərbaycanımın mərd insanlarından, xeyirxah qardaşlarımızdan, bütün Ağcabərdlilərdən, bütün Azərbaycanlılardan kömək eləyin, evimizin üstünün materialının pulunu ödəyək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sabir əmmimiz şəhidlərimizi yaşadıb. Yəni kömək eləmək lazımdır. Heç kim 500 rubl, 1000 rubl, 1 manat, 5 manat göndərməklə kasıb düşəsi deyil. Allaha xatir videomuza baxıb yan keçməyi kömək eləyin. Çəkilişimiz yekunlaşdı. İnşallah videomuzu paylaşarsınız statusunuzda.